Məsələn, rüşvət almayan, fəaliyyətsizliyinə görə bir icra başçısının tutulduğunu, həbs olunduğunu mən eşitməmişəm. Məsələn, fəaliyyətsizliyi var. Fəaliyyətsizlik var, onu deyirlər. Eşitmisiniz, həbs olunsun, tutulsun. Amma qanunvericilikdə var da, bilirsiniz, fəaliyyətsizliyi, o elə bil ki, üzərinə düşən fəaliyyəti göstərməməyə görə də cinayət var. Məsələn, yoxdur. Amma oğurlama. Neyinə yaxşı, mən sənə göndərdim, sən də orada payla, bundan da inkişaf olmaz, izah elə bilir. Yəni, təəssüf ki, belədir. İndi güman edirik ki, amma bax, bu da niyə elədi, yenə deyirəm. Yerlərdə güclü müxalifət olsa, onlar rahat oturanmaz. Yerlərdə güclü müxalifət olsa, məsələn, çəksə, göstərsə, kəndin məsələlərini, filənlərini, getsə, onun qabağına fakt kimi qoysa, ayda bir də icra başçısı məcburən o yerlərdəki müxalifət partiya rəhbərlərindən görüşsə, düzdür, o görüş canlı verilsə, o icra başçısı məcbur olacaq da, deyəcək, Qasım kişi var, gələcək yenə mən başımı xarab eləyəcək ki, filən kəndin suyu yox, sən zan gör o suyu nə edirsən, düzdür ya yox. Yəni, amma bu yoxdur deyə